Mənimlə Bayaqdan Show News səhifəsində mənə nə qədər atıblar, oxuyuram, gülürəm. Mənim fikrimlə normal qadınlar razılaşa bilər, evi, ailəsi üçün yaşayan qadınlar, xanımlar, gəlinlər razılaşa bilər. Bakı şəhərində yaşayıb ərəb və yaxud da ki axtaran qadınlar və yaxud da ki biraz pullu oğlan tapıb, pullu kişi tapıb restoranlarda onlarla bərabər getsin, yesin, içsin, sonra öz keyfində olan insanlar mənimlə razılaşa bilməz ki. Onlar 4 uşaqdan sonra Xoşqədəm xanımın verilişində qadın dəstəyəm oxumaq istəyir, bezib, bu 4 uşağı nətər dünyaya gətirmişsən sən, 5 uşağı nətər dünyaya gətirmişsən sən, yəni bütün bunlar var və yaxud da ki elə hoqqalardan çıxan qadınlar mənim qədrimi niyə bilsinlər, boş ver. Vay! Bir də bir şey xatırlatmaq istəyirəm ki, mənim çevrəmdə də çox qohum əqrəbada azdır, amma ailə, dostluq elədiyim, bəli, kişidə günah var, boşanır və yaxud da ki nə. Amma yenə deyirəm, bu 30 il bundan qabaq olsa deyərdin ki, qadının haqqı, hüququ yoxdur. Bugünkü gün dövlətimizdə və tək bizim dövlətdə deyil, dünyanın hər bir yerində qadının bir haqqı var, bir hüququ var. Yəni sən niyə axı 2 uşaqdan sonra, 3 uşaqdan sonra, 4 uşaqdan sonra sən ayılırsan ki, sən boşanmalısan? Niyə indi ayılırsan? Çünki həyatın fərqliliyini görürsən, sən fərqli yaşamaq istəyirsən və hər şeyi bahanə gətirirsən. Yenə deyirəm, qadın var ərini rəzil edər, qadın var əlini vəzir edər. Mən vəzir edəcək qadınlardan danışıram, rəzil yox.